Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamı İlahim Mehralıyev və Mehman Alməmmədovun məhkəmə istintaqı başa çatıb. Lentazın məlumatına görə hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən İlahim Mehralıyev 14 il, Mehman Alməmmədov 10 il 3 ay azadlıqdan məhrum edilib. Xatırladaq ki, Mehralıyev İlahim Ərəstunoğlu, Alməmmədov Mehman Allahverdoğlu və şəxsiyyətləri istintaqla araşdırılan qeyrilərinin cinayət əlaqəsinə girərək 2017-2019-cu illər ərzində rəhbərlik etdikləri fəaliyyətsiz şirkətlərə dövlət müəssisələri tərəfindən satın alma təyinatı ilə köçürülmüş 1 milyon manatdan artıq pul vəsaitini qanuni görüntü yaratmaq üçün formal əqdlər bağlamaq yolu ilə mənimsəmələrinə, bununla da cinayət yolu ilə əldə etdikləri həmin pul vəsaitini leqallaşdırmalarına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən İlahim Mehralıyev və Mehman Alməmmədova Cinayət Məcəlləsinin 179.4 mənimsəmə xüsusilə külli miqdarda törədildikdə 193-1.3.2 cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə və 313-cü vəzifə saxtakarlığı maddələri ilə ittiham elan edilib.